bizim değerli kardeşimiz Mehman Hüseynov var. Mehman Hüseynov İsmail Bey'in efirində dedi ki, yaman məmur qızlarından, məmur arvadlarından Evet. yaxın olub, sevişib, neyniyib. Mehman, onlar necə sevişirlər, nə yeyirlər, sevişirlər. Biz o dünyanın adamı deyil, ona görə bir balaca bizi tanış elə də. Sevişəndə hardan başlayırlar? Tanış İncə eləyir. detallar, incə detallar. Buyur. Detallar budur ki, mənim əvvəl münasibətdə olduğum general qızları da olub, deputat qızları da olub, İlham Əliyevin ətrafından da olub. Bunlar, sənə bir şey deyim. Bu adamlar, elita sayılan ailələr, vəzifədə olan şəxslərin övladları həmişə öz ətraflarından kayf almırlar. Bunu başa düş. Misal üçün, məndə general qızı var idi. Yazırdı ki, Mehman, mən müxalifətçilərlə hoqqa vermək istəyirəm də. Yəni, mən yapıcılarla, yaltaqla, Üzr istəyirəm, o ağzının dadını bilir, o bilir ki, əsl kişilər müxalifətdədir. Qəşəng. Bəli, budur. Onlar İlham Əliyevin ətrafı, nazirləri, deputatların övladları, onlar bilir ki, 72% sabunlardan bunlara xeyir gəlməz. Ona görə də məhz İlham Əliyev, Əli Nağıyev kameranı mənim otağıma qoyurdular ki, bunlar əsl kişi necə sevişməlidir, onu öyrənmək istəyirdilər. Əsl kişi necə öpməlidir, necə yalanmalıdır, necə hoqqaları verməlidir. Bizdən öyrənməlidirlər. Bizdən. Belə soruşmaq ayıb olmaz. Arada bir yalamaq deyirsən. Mən bunu başa düşəmirəm. Yox, bunu mən aidləşdirirəm ki, insanlar üçün başa düşsünlər ki, Tamam, sevişmək kasete baxanda şoka düşməyək ya. Deməli, məndə hər şey olub. Məndə hər şey olub. Mən orada dəhşət şeylər eləmişəm. Qəşəng sevişmişəm, özümdən razıyam. İlham Əliyev öyrənib, Mehriban Əliyeva kayf alıb ona. Bir dəqiqə, əsas məsələ, sevişmə məsələsi əsas bizim yaralı yerimizdir. Bəlkə burada deyim ki, 7000 baxış olsa, Mehman bir hissəsini, yatağından bir hissəsini... Yaxşı, bax, 7000 olsa Mehman bir dənə hissəsini göstərəcək yatağından, özündə də kasetlər şəkillər hamısı. 100%. Bir hissəsini göstərəcək, ucundan biraz göstərəcək. Ucundan. Hələ indi Alyona'nın ağzından alan şeydən də danışacağım birazdan. İndi siz deyin görək bu nə məsələdir? Ora getmə, Alona, mən indi əlimdə olanı yayım, ölkədə gecə ilə inqilab olar. Gecə ilə Alonanı İlham Əliyev yox eləyər. Sadəcə mən yenə də bir humanist addım atıram. İynəni elə bir dəfəli vurmuram da, aldada, yağlıya vururam ki, incitməsinlər. Ona görə də mənim Onda əlimdə... birdən deyirəm, bu aldada, yavaş-yavaş soxursan, birdən yoğun şeyə dörc edərsən, o yoğun şey bunlara təsir eləməz. Bəzi vaxtda birdən belə geyindirmək lazımdır. Eləyəcəyik. Hər şeyi eləyəcəyik. Hər şeyin zamanı var. Hər şeyin vaxtı var. Mehman bəy deyir ki, bu dəqiqə bəyənmə sayını 3000-i keçirin, baxışı da 7000-i keçirin. Dərhal və dərhal kanalı vurublar sizə, ümid sizədir. Vurublar, hərəkət eləyin, pusat ucundan göstərəcək. Ucundan. İndi İlham Əliyev götürüb trolları bura göndərəcək ki, qoyun 7000 olsun ki, Mehman elə öz kasetləri öz yazsın. Ona görə də biz gözəl iş ortaya qoymuşuq. Effektiv Bir gözəl iş qoyursan ortaya, bir o söhbəti fırlatma. Deyirəm ki, belə sən hər dəfə bu şey dindin eləyəndə sənin kasetini çəkiblər. Heç mi düşünmürdün bunu bir kameralı qız olar, kameralı otaq olar? Heç hardan mı bir hiss eləmədin ki, səni çəkirlər? Yox, onu hiss eləməmişdim, amma çəkirdilərsə o da mənim üçün problem deyildi. Yəni mən orada gözlərim eləməmişəm. Özdə vaxtı deyirsən, Əli Nağıyev işləmir. Görürsən, elə çəkib ki, səni heç ruhun da doymuyor. Deməli, yataqda normal performans göstərmişəm. Yəni, təbii. Mənim ağzımı açdırma. Təbii. Əsas odur ki, fokuslanaq Alonaya. Alonanın bizim əlimizdə, yenə deyirəm ki, elə şeylər var ki, onu indi paylaşsam, gecə ilə ölkəni rubilnikdən söndürər İlham Əliyev. Hər yerdə işığı söndürər, internet söndürər. Ordunu